Qiyamət günü sorğu-sual və əzab-əziyyət olmadan 70 min nəfər birbaşa cənnətə daxil olan zümrə kimlərdir? Bu barədə hədislərin birində Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, 70 min nəfər vardır ki, onlar sorğu-sual və əzab-əziyyət olmadan birbaşa cənnətə daxil olacaqlar. Və sahabələr Allah Rəsulu sallallahu aleyhi ve sellemdən onların kimliyi barəsində soruşduqda, Allah Rəsulu sallallahu aleyhi ve sellem belə deyir. Onlar o kəslərdir ki, لا يسترقون ولا يكتوون ولا يتطيرون وعلى ربهم يتوكلون. Və Allah Rəsulu sallallahu aleyhi ve sellem 4 sifəti sıralayır. Birincisi, onlar ruqya tələb etməzlər. İkincisi, onlar damğa ilə, yəni yaraların üzərində damğa bastırmaqla müalicə olunmazlar. Üçüncüsü, onlar quş uçutmazlar, yəni əlamətlərə inanmazlar. Dördüncüsü isə yalnız Rəbbinə təvəkkül edərlər.